İnsanların dünyada qalması və ya qəbirdə qalması hansının müddəti daha çoxdur? Yəni dünyada insanların qalması azdır. Yəni 60-70 il ömür yaşayırlar. Qiyamət günü gəldikdə insanlardan soruşulduqda ki, nə qədər qəbirdə qaldınız? Onlar deyəcəklər ki, 1 saat, bir neçə saat qaldıq. Amma onu dünya həyatı ilə müqayisə etsək, dünya həyatından soruşsa, deyək ki, 1 dəqiqə və yaxud bir neçə saniyə qaldıq dünyada. Yəni bu dünyada qaldığın bir saniyə var. Deyək ki, uzağı 1 saat sən deyirsən də, o 1 saatı sən bu dünyada olan müsibətlərə, bu dünyana səbr edə bilmədin, Allahdan yardım istəyib, Allaha düzgün ibadət edə bilmədinmi o 1 saatı? Haramlara səbr edə bilmədinmi? Ailəyə səbr edə bilmədinmi? O 1 saatı Allahın itaətində ol, səbirlə Allahın itaətində ol. Ondan sonra həqiqi həyat başlayacaq.